Hər vaxtınız xeyirli olsun. Ermənistan vaxtilə Azərbaycana qarşı təcavüzkar müharibə apararkən əsir və girov götürdüyü azərbaycanlılara qarşı dəhşətli işgəncələr verməklə beynəlxalq hüququn tələblərini və konvensiyaların tələblərini kobud şəkildə pozub. Bu bir daha təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşının barəsində olan cinayət işi üzrə açıq keçirilən məhkəmə prosesində təsdiqini tapır. Hazırki mərhələdə növbəti baxış iclasında da iş üzrə keçən çoxsaylı sənədlər elan olunur. Həmin sənədlərdə Ermənistan Azərbaycana qarşı apardığı təcavüzkar müharibə, bu müharibə nəticəsində ölkəmizə və xalqımıza qarşı törədilmiş çoxsaylı cinayətlər təsdiqini tapır sənədlərlə, sübutlarla. Həmin sənədlər hadisə yerinin baxış protokollarıdır, məhkəmə tibbi ekspertiza rəyləridir, iş üzrə keçən çoxsaylı fotomateriallardır, video materiallardır. Onlar məhkəmə prosesində nümayiş etdirilir. Və həmin sənədlərdə də eyni zamanda nümayiş etdirilən fotomateriallarda, video materiallarda da əsir götürülən azərbaycanlılara necə işgəncə verildiyi nümayiş etdirilir məhkəmə prosesində. Qeyd edək ki, həmin fotomateriallar, video materiallar elə vaxtıyla ermənilərin özləri tərəfindən lentə alınıb, çəkilib. Qeyd edək ki, məhkəmə prosesində elan olunan sənədlərdə həm də təsdiqini tapır ki, qondarma rejimin bütün maliyyəsi Ermənistandan idarə olunub. Ermənistan bütün maliyyələşdirib. Eyni zamanda qondarma rejimə də bütün silah, sursat Ermənistandan gətirilib. Təqdim olunmuş sənədlərin bəzilərində qeyd olunur ki, o zamanlar qondarma rejimin işğal olunmuş Azərbaycan ərazilərində tapılmış sənədlərdir. Həmin sənədlərdə də göstərilir ki, o zamanlar müqavilələr bağlanılıb, silahların alınması ilə bağlı, hansı ki Ermənistanla ikinci tərəf ölkələr arasında həmin müqavilələr imzalanıb, amma həmin sənədlərin, silahların sənədləri isə qondarma rejimdə tapılıb. Yəni bu da bir daha təsdiqləyir ki, bütün qondarma rejimin silah, sursatı Azərbaycan ərazilərinə, o zaman işğal altında saxlanılan Azərbaycan ərazilərinə birbaşa Ermənistandan gətirilib. İş üzrə keçən bu cür sənədlər olduqca çoxdur. Onlar məhkəmə prosesində araşdırılır, tədqiq olunur. Qeyd edək ki, bu 2548 epizod üzrə toplanmış sənədlərdir. Məhkəmə prosesində eyni zamanda təqsirləndirilən şəxslərdən müxtəlif vəsadətlər təqdim edirlər məhkəməyə və təbii ki, qanun çərçivəsində olan vəsadətləri onların təmin olunur. Eyni zamanda onların müdafiəçiləri də müxtəlif vəsadətlərlə çıxış edirlər. Qeyd edək ki, təqsirləndirilən şəxslərin hər birinə 2 müdafiəçi ayrılıb. Onların fikirlərini sərbəst şəkildə ifadə etmələri üçün isə rus və erməni dilində tərcüməçilər var. Hazırda məhkəmə prosesi davam edir və biz xəbərlərin növbəti buraxılışında tamaşaçılara daha geniş məlumatları çatdırmağa çalışacağıq. Hələlik isə Bakı məhkəmə kompleksinə çatdıracaqlarımız bu qədər deyərək sözü yenidən mərkəzə studiya ötürürük.